Peyğəmbərin sallallahu aleyhi və səlləmin adını deyəndə ya salavat deyirik, ya da önündə Həzrət ifadəsi əlavə edirik. Axı Quran-ı Kərimdə buyurulur ki, o sizin dostunuzdur. Məyər biz öz dostumuzu çağıranda ona Həzrət filan deyirik? Bir-birimizi çağırdığımız gün Nur surəsi 63-cü ayə. Bir-birimizi çağırdığımız Peyğəmbər çağırmıyor. Peyğəmbərlə adı ilə çağırmazlar ki. Peyğəmbərdir bu. Biz atamızı adı ilə çağırırıq. Biz müəllimi sinifdə adı ilə çağırırıq. Hacı, bəziləri tapılar, deyər, axı o özü deyir, ənə bəşərun mislukum. Mən də sizin kimi bir bəşərəm də, nə dəxli var? Ənə bəşərun mislukumun axırı da var, yuh əyləyyə. Xüsusi tərəfi də var. Mənim bir Allahla bir ünsiyyətim, rabitəm də var ki, bir pilot tərəfəyəm. Yəni, ayə onu istəyirsin ki, mən mələk deyirəm, Peyğəmbərəm, sizin cinsimizdən. Amma bu o demək deyir ki, biz sən insan olduğuna görə, o da insan olduğuna görə, o səndən üstün ola bilməz. Hörməti qəbul edə bilmirlər. Allah ucaldır iman əhlini. Utul elmə çizanda elm əhlinə deyir, dərəcat. İman əhli bir dərəcədir. Elm əhlin deyir, Allah Teala dərəcələr ucaltdır. Ayədir bu. Yaxşı, dərəcat deyir, dərəcət demir. Dərəcat cəmdir. Yaxşı, ona Quranda 2 cür ayə gəlib. Ləhum dərəcatun, hum dərəcatun. Bu qədər ayələr var. Ayə bunu deyir ki, onların Allah qadın dərəcələri var. Bir dənə ayə deyir, onlar özləri dərəcə deyir.